Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bu günlərimiz zərflə bağlı ümumi qeydlər verəcək sizə. Ümid edirəm hər biriniz üçün faydalı olar. Vaxt getmədən başlayaq. Deməli, bu sözlərdən başlayaq. Yuxarı və aşağı sözləri. Yuxarı, aşağı. Bu sözlər işlənmə yerinə görə necə olur olsun, harda olur olsun, həmişə bunlar zərfdir. Çünki bəzən belə verirlər. Aşağı kənd. Aşağı kənddə məsəl üçün toy idi. Buradakı aşağı sözü müəllim hansı kənd sifətdir axı? Xeyr, zərfdir. Sadəcə olaraq sifətləşib. Yəni sifətləşmiş zərfdir. Amma siz bunu harda olur olsun, istəyir sifətin mövqeyində olub təyin olsun, istər xəbərlə əlaqələnsin, cümlədə yer zərfliyi rolunda olsun, istəyir tamamlıq olsun, istəyir mübtəda olsun, xəbər olsun, fərq etməz. Bu həmişə və həmişə zərfdir. Bunun başqa variantı da yoxdur. Yuxarı aşağı sözü bütün cümlə üzvləri vəzifəsində çıxış eləyə bilir və həmişə də zərf kimi də təhlil eləyəcəksiniz bunları. Bu sözlərə gəlin diqqət eləyək. Qarşı sözü, qarşı və qabaq. Bu sözlər isə nədir? Yerinə, mövqeyinə görə zərf də ola bilər, sifət də ola bilər. Məsəl üçün necə? Deyirəm, qarşı tərəf və yaxud da qabaq cərgə, sonra qarşı istiqamət və s. kimi sifət olur. Amma desək ki, qarşı və qabaq sözləri əgər məkan məzmununu ifadə eləyərsə və xəbərlə əlaqələnərsə, o zaman da zərflik roluna çıxış eləyəcək və zərf nitq hissəsi olaraq da zərf götürəcəksiniz. Bu həm başa düşüləndir, burada qarışdırılacaq bir məsələmiz yoxdur. Demək yoldaşlar, bu məqamı bildik. Yəni bunu bəzən qarışdırılıb yuxarı aşağı sözü ilə paraleldə hamısını sadalıyıb verirlər, amma diqqətli olun ki, yuxarı aşağı sözləri başqa məntiqlə həmişə zərfdir, qarşı qabaq sözü isə zərf və sifət kimi təhlil edilə bilən sözlər sayılır. Yerinə görə biz bu qərarı veririk. Sonra nəyə əlavə eləyəcək? Ümumiyyətlə elə sözlər var ki, mövqeyinə görə zərf, mövqeyinə görə sifət ola bilirlər. Məsələn, bu sözlər çoxdur. Mənalı sözü və yaxud da ki, yaxşı sözü. Məsələn, bu kimi sözlər xəbərlə əlaqəyə gələsi olsa biz buna zərf deyərik. Amma məsəl üçün təyin edici funksiyada iştirak eləyərsə buna sifət deyərik. Bu çox sadə və başa düşüləndir. Sadəcə bunların içərisində yuxarı aşağı sözlərində diqqətli olursunuz. Başqa bir məsələni, sifətdə belə bir məqam da var ki, sifətdə deyirik ki, məsələn, cürbəcür, rəngarəng, sonra rəngbərəng. Bu sözlər və s. Bu sözlər ki var, bunlar həmişə sifətlərdir. Yəni bunlar istəyirsiniz xəbərlə əlaqələnsin, yenə də bunlar sifətdir. Məsələn, deyirəm ki, otaq rəngbərəng bəzədildi. İlk baxışdan rəngbərəng sözü burada zərfə bənzəyir, amma zərf deyil. Zərfin funksiyasını daşıyan sifətdir. Sadəcə cümlədə zərflik rolunda iştirak eləmişdir. Amma biz buna durub nə deyə bilmərik? Biz bunu durub zərf deyə bilmərik. Necə ki, yuxarı və aşağı sözləri işlənmə yerindən asılı olmayaraq həmişə nə sayılır? Həmişə zərf sayılırsa, bu sözlərdə işlənmə yerindən asılı olmayaraq həmişə sifət mövqeyində çıxış eləyəcək. Bunu da ağlımızda saxlayaq. Sonra ardınca gəldik, keçdik nəyə? Məsələn, zərf cümlə üzvü kimi ən çox cümlədə zərflik rolunda çıxış eləyir. Zərf cümlədə cümlə üzvü kimi çıxış eləyəndə xəbər də ola bilər. Bəs yaxşı digər cümlə üzvləri ola bilərmi? Əlbəttə ola bilər. Yəni cümlədə bəs yaxşı zərf varsa o həmişə cümlə üzvüdürmü? Bunu deyə bilmərik. Çünki zərf cümlədə tərkibin içərisində də iştirak eləyə bilər. Cümlə üzvünün tərkibi, cümlə üzvünün ifadə vasitəsində olan tərkibin içərisində feili birləşmənin, ismi birləşmənin içində də rastımıza çıxa bilər. Və ya tutalım ki, xitabın ifadə vasitəsinin içərisində də iştirak eləyə bilər. Ondan dolayısıyla da biz zərfə cümlədə varsa həmişə zərflikdir deyə bilmərik və ya hər hansı bir cümlə üzvüdür deyə bilmərik. Məsələn, deyirəm ki, dünən gələnlər
Getdilər. Getdilər. Getdilər kimlər? Dünən gələnlər. Buradakı dünən sözünü cümlə üzvü kimi təhlil eləyərəmmi? Eləmərəm. Bəzən deyir ki, müəllim, dünən gələnlər. Mən deyirəm bu zərfdir. Deyir ki, müəllim, niyə zərf deyirsiniz? Axı biz bunu bir yerdə götürürük. Axı bizim bunu bir yerdə götürməyimiz sintaktik baxımdandır. Biz morfologiyasına baxası olsaq, bu zərfdir, bu feildir, bu da feildir. Yəni biz morfologiyasını təhlil ediriksə, buna zərf demək heç bir halda yanlış deyil. Dünən sözü feillə əlaqələnmişdir və tərkibin daxilindədir. Sonra, bəs yaxşı, belə düşünə bilərikmi ki, cümlədə işlənən zərf əsasən hansı xəbərə aid olur? Yadda saxlayaq ki, zərflər əsasən feillə əlaqələnir. Yəni zərf əsasən feillə əlaqələnir, feilə tabe olur. Yəni istər təsriflənən, istər təsriflənməyən feil, fərq etməz. Bəs bundan da belə bir məntiq çıxır ki, onda belə çıxır ki, zərf zərflik rolundadırsa, deməli feili xəbərlə əlaqəyə girir və cümlədə də xəbər rolunda çıxış eləyir. Feili xəbərə biz hərəkət deyirik, hərəkət. Və desək ki, bəs zərf ismi xəbərə aid ola bilərmi? Bəs ismi xəbər nədir? İsmi xəbər. İsmi xəbərsə hökmdür. İsmi xəbərsə hökmdür. Hökm isə zərf hökmə aid ola bilərmi? Ola bilər. Demək, bunu da qeyd edirəm. Zərf hökmə də aid ola bilər. Məsələn, deyirəm ki, indi getdi. Burada zərf feili xəbərə aiddir. İndi deyirəm ki, indi gecdir. Burada zərf nəyə aid oldu? İsmi xəbərə aid oldu. Hətta xəbərin ifadə vasitəsinin özü belə zərfdir. Gördüyümüz kimi, zərf hərəkətin və hökmün hökmü izah eləyə bilər. Ona görə də yadınızda saxlayın ki, zərf feili xəbərə də, ismi xəbərə də aid ola bilər. Zərf bayaq başda vurguladığımız kimi təsriflənən feillə də, təsriflənməyən feillə də əlaqəyə girə bilirlər. Bunu beləcə ağlımızda saxlayaq. Sonra hansı nümunəyə gəlin diqqət eləyək? Baxın, belə bir nümunə təqdim eləyir. Məsələn, ora və bura sözləri ilə bağlıdır. Ora, bir də bura. Ora və bura sözlərində nəyə diqqət eləyin? Məsələn, deyirəm ki, ora istidir. Deyirəm ki, ora getdim. Baxın, bu iki dənə cümlədə fərq nədədir? İkisinin də morfoloji quruluşları eyni olan sözlər var burada. İkisi də zərfdir. Amma birinci cümlədəki zərfin sintaktik vəzifəsi, yəni cümlə üzvünə mənsubluğu fərqlidir, ikincidə fərqlidir. Bəs müəllim, bu necə olur? Necə fərqləndirim? Birincidə, yadda saxlayın, mübtədadır. İkincidə isə zərflikdir. Müəllim, onu hardan bildiniz? Yadda saxlayın, burada ismi xəbər iştirak eləyib. Burada ismi xəbər iştirak eləyibdir və yadda saxlayın, bu sözlər ora və bura adlı xal vəziyyətindədir. Siz buna A üstü 2 yönlük hal artıra bilirsinizsə, deməli cümləyə zərflik gətirirsiniz. Yəni, siz burada onu zərflik mövqeyində çıxış edən sözə çevirirsiniz. Yəni, olduğu vəziyyətdən. Məsələn, deyək ki, hansını çevirə bilirsənsə yönlük hal formasına, ona deyirsən zərflik rolunadır. Yox, çevirə bilmirsənsə, deməli mübtəda rolundadır. Gəlin yoxlayaq. Ora getdim. Ora getdim. Burada nə olmalıdır? Hara getdim? Demək ki, sual haradır. Amma mən bunu yönlük hala çevirəm. Mən oraya getdim. Haraya getdim? Onda o zaman demək ki, araya sözü çevrilə bilirsə, bu zərflikdir. Amma deyirəm, o istidir. Hara sualı, hara sualdır. İndi gəlin bunu yönlük hala çevirək. Oraya istidir, haraya istidir, olmadı. Deməli, burada birinci cümlədə mübtəda, ikinci cümlədə isə zərflik rolunda çıxış eləyən zərf, yəni ora zərfindən söhbət gedibdir. Təkcə burada ora yox, eyni zamanda, eyni qaydada, eyni şərtlər daxilində bura sözündə bu qrupa daxil eləyə bilərsiniz. Ümid edirəm, hər birimizə aydın oldu. Sonra gəldik hansı məqama? Məsələn, belə bir cümlə verər. Bayaq vurguladığım kimi, zərf əlamətə aid ola bilərmi? Zərf əlamətə aid ola bilər. Məsəl üçün, deyərəm ki, dünən, məsələn, isti idi. Yəni, burada zərf nəyə aid olubdur? Sifətlə ifadə olunan ismi xəbərə aid olub. Görürsünüz, sifətdir.
Demək ki, burada bu şərt ödənilir. Yəni zərf hərəkətə aid olmaq məcburiyyətində deyil. Hökmə də aid ola bilər. Həmin hökmdə isimlə də ifadə oluna bilər. Həmin hökm, yəni xəbərdə söhbət gedir. İsimlə də ifadə oluna, sifətlə də ifadə oluna bilər, sayla da ifadə oluna bilər və s. Belə bir cümlə yazır. Deyir ki, səhər yeməyini yedi. Belə bir maraqlı cümlə düşünək. Səhər yeməyini yedi. Yedi, nə yedi? Yeməyini. Kim? Səhər. Bu oldu xüsusi isim. Bir belə düşündük. Sonra düşünürəm. Səhər, daha doğrusu bircə dəqiqə. Bir də belə düşünürəm. Yedi. Nə yedi? Səhər yeməyini. Buna da deyirəm. İkinci növ təyini söz birləşməsi. İndi necə düşünürəm bunu? Deyirəm ki, səhər yeməyini yedi. Səhəri zərfli eləyirəm və orada əlaqələnir tamamlıq və xəbər. Məsəl üçün, burada düşünə bilərik bu cümləni neçə cür təhlildə? 3 müxtəlif təhlildə düşünə bilirsən. Birinci təhlildə səhər adam adı kimi yanaşırsan. Yeməyini, nəyi, tamamlıq, yedi, xəbər. Sonra kimsə səhər yeməyini yedi. Burada əgər siz bunu ikinci növ təyin söz birləşməsi kimi qəbul eləyirsinizsə, ağlınızda saxlayın ki, buradakı səhər sözü olacaq isim. Çünki səhər, günorta, axşam sözləri mövqeyinə görə zərf və mövqeyinə görə isim ola bilirlər. Bu amonim sayılmasa da, amma ortaq sözlər sayılır. Məsələn, səhər yeməyindəki səhər sözü zamanı, hərəkətin və ya hər hansı bir əlamətin zamanını ifadə eləmir. Səhər yeməyi, günorta yeməyi və s. nümunələrdə bu isimdir. Amma mən deyirəm ki, səhər yeməyini yedi. Yəni tezdəndən yedi də, yəni günorta yemədi, səhər yedi. Vurğulayanda bu səhər sözü olur zərflik. İndi bunu hansı şərtlər altında sənə testə çevirib verə bilər? Səhər yeməyini yedi cümləsində məsəl üçün deyər ki, zərfin olub olmadığını əminliklə demək olmur. Bəli, əminliklə demək olmur. Səhər sözü çünki burada adam adı kimi də düşünülə bilər, burada isim kimi də düşünülə bilər, burada zərf kimi də düşünə bilər. Ondan dolayısıyla deyirik ki, bu cümlədə zərfin olub olmadığını əminliklə söyləmək olmur. Amma bəzən səni çaşdırmaq üçün belə bir hiyləgərlik edirlər. Nə edirlər? Səhər yeməyini tez yedi. Belə bir cümlə verir. Və yedi, necə yedi? Tez. Tərz hərəkət zərfini verdi. Və yaxud da ki, belə düşünək ki, bu cümləni iki cür düşünə bilirəm. Səhər yeməyini tez yedi, yəni bir neçə cür təhlil olunur. İndi mənə şərtdə nə verir? Deyir ki, bu cümlədə zərfin olub olmadığını dəqiq söyləmək olmur. Sən də yenə də eyni məntiqlə yanaşırsan, deyirsən, hə müəllim, səhər sözünə görə burada zərf ola da bilər, olmaya da bilər, o isim də ola bilər, xüsusi isim də ola bilər. Belə düşünürsən. Amma unudursan ki, bəs buradakı tez sözü nədir? Tez zaten zərfdir də. Ona görə bu söz sənin fikrindən yayınırsan, bu sözə baxırsan, ona görə yenə də səhv eləyirsən bu məqama. Diqqət elə ki, səhvin olmasın. Sonra gəldik hansı məqamdan danışaq sizə? Deməli, indi burada bu məqama diqqət eləyək. Çox sözündən bağlı bir məqamı deyəcəm. Çox isti idi. Bu cümləni yazıram. Deyirəm ki, yaman isti idi. Bir də yazıram, xeyli isti idi. Yadda saxlayın ki, çox sözü bunu saxlayaq. Necə isti idi? Yaman isti idi. Yəni burada zərf aid olduğu sifətə. Deyə bilərsiniz, müəllim, burada yaman sözü niyə sifət olmur ki? Yoldaşlar, yadınızda saxlayırıq ki, əgər xəbər təsriflənməyən, daha doğrusu, əgər xəbər isimləşməmiş sifətlə ifadə olunursa, əsasən onun əvvəlində gələn sifətə oxşayan söz sifət deyil, zərf kimi təhlil olunacaq. Məsəl üçün, eyni şeyi burada da görə bilər. İsti idi, nə qədər isti idi? Xeyli. Bu söz də nəyə bənzəyir? Hərəkətə aid olmadığına görə, müəllim, sayd elə, xeyr. Burada hərəkətə aid olmasa da əlamətə aid olmuşdu. Yəni isti idi,
Nə qədər isti idi? Xeyli. Xeyli sözünə sən burada miqdar zərfi deyəcəksən. İsti idi də cümlənin isimləşməmiş sifəti ilə ifadə olunmuş hökm bildirən ismi xəbər ifadə eləyibdir. İndi gəldik yuxarıdakına. Bu söz bizi çaşdırır. Çox sözü. Deyir ki, mən çox isti idi. Onda belə çıxır ki, mən xeyli isti idi kimi çox isti də eyni götürürükmü? Deyil. Çox sözünün yadda saxlayın ki, bu məqamını belə qəbul eləmirik. Bu ədatdır. Burada isə sifətin çoxaltma dərəcəsi var. Başqa heç nə. Sən ta burada durub demirsən ki, xeyli sözündəki kimi ona zərflik deyəsən. Yəni çox sözünə. Belə demirsən. Çox isti idi, çoxaltma dərəcəsində olan sifət cümlənin xəbərik rolunda çıxış eləmişdir. Bu qədər. Bunu belə yadımızda saxlayaq. Burada indi nə edir bəzən? Deyir ki, xeyli isti idi cümləsində xeyli yerinin sözünə çox və ya çox sözünün yerinə xeyli qoysaq nə baş verər? Xeyli isti idi cümləsində xeyli zərfdir. Sən o çoxu yerinə qoyanda onun altına da siz nə yazır? Yazır ki, sinonimi ilə əvəz eləyirik. Xeyr, onun sinonimi deyil. Niyə? Çünki mövcud vəziyyətdə bu zərf sayılır. Bu isə ədat sayılır. Nətər sinonim olsun ki? Demək, xeyli sözünü çox sözü ilə əvəzləsək, o zaman siz orada nitq hissəsində dəyişiklik görərsiniz. Yəni cümlədən zərf azalar, yəni əsas nitq hissəsi azalar, amma əvəzində köməkçi nitq hissəsi cümləyə daxil olar və ya sayı artar. Çox sözü ədatdır deyə. Yalnız qrammatik mənalı olan söz cümlədə işlənəcək. Bunu da demək olar. Sonra cümlədə həm leksik, həm də qrammatik mənalı sözlərdən birinin sayı azalacaq. Bunu da demək olar və s. Yəni bu şərtlərdə diqqətli olaq. Sonra gəldik indi hansı məsələyə? Əvvəl söhbətindən danışacağım. Bu söz ümumiyyətlə zərf kimi və eyni zamanda qoşma kimi işlənir. Amma bəzən bizim belə şablon qaydamız var ki, dan plus əvvəl gəlirsə, demək ki, nədir? Qoşmadır. Belə bir yanaşmamız var zərfdə yerdə qalanlarda. Amma bu şablonlu qaydadan bir kənar qayda, bir məsələ deyim. Bu bizi çaşdırar. Deyirəm ki, qapıdan əvvəl Həsən gəldi. Bu cümləyə fikir verək. Qapıdan əvvəl Həsən gəldi. İndi bu cümlədə diqqət eləyəcəyimiz məqam buradakı dandan sonra əvvəlin işlənməsidir. Biz təbii ki, şablon qaydamızla gedirik ki, hə, müəllim, burada qapıdan əvvəl, dan əvvəl varsa bu qoşmadır deyib və səhv yazırıq. Niyə görə? Yadda saxlayın ki, çıxışlı qalınan işlənən qoşma birlikdə bir məzmun, nədənsə sonra, hansısa işdən sonra, zamandan sonra, vaxtdan sonra olur. Qapıdan əvvəl Həsən gəldi cümləsinin semantik baxımdan baxas olsaq cümlə belə alınır. Qapıdan əvvəl Həsən gəldi. Onda belə çıxır ki, qapıdan əvvəl Həsən gəlib, sonra qapının özü gəlib. Çox anormaldır. Amma mən desəm Həsəndən Vəlidən əvvəl Həsən gəldi, olardı. Amma qapıdan əvvəl Həsən gəldi cümləsi heç bir çıxışlı hallı qoşma ilə məzmununda düşünülə bilməz. Sən bunu bilmək istəyirsənsə, bura bir dənə C artır. Qapıdan əvvəlcə Həsən gəldi. Əgər əvvəlin üzərinə C-ni artıra bilirsənsə, deməli zərfdir. Yəni sən ora ədat artırırsan. Yox, əgər artıra bilmirsənsə qoşmadır. Bu qədər sadə. Və yaxud da bu sözü gətir qoy bura. Əvvəl qapıdan Həsən gəldi. Demək ki, bu qoşma olsaydı bunun yerini dəyişməyimiz mümkünsüz olardı. Ümid edirəm bu da bizə aydın oldu. Sonra gəldik növbəti məsələmizə. Hə, bu sözlərə baxaq. İllərlə, günlərlə, həftələrlə və s. Bu şəkilçimiz burada nədir? Lərlə, eyni zamanda larla, yəni iki variantlıdır da bu. Bu şəkilçi yadda saxlayın ki, say da düzəldə bilər. Məsələn, minlərlə. Bu saydır. Təbii ki, bunlara say deyərəmmi? Demərəm. Bəs bunlar zərfdirsə hansı zərf qrupundadır? Təbii ki, əksəriyyətimiz səhvən gedib götürürük. Müəllim, bu zaman zərfidir. Xeyr, zaman zərfi deyil. Bəs hansıdır? Miqdar zərfidir. Məsələn, mən səni illərlə gözlədim. Sual, nə vaxt gözlədim? Yox, çünki bu vaxtı bildirmir. Nə qədər gözlədim sualını vermiş olursan burada. Diqqətli ol bu məqamda da. Sonra gəldik hansı məqamımıza baxaq. Deməli, növbəti məsələmiz la şəkilçisindən danışacağım. Ümumiyyətlə la şəkilçisinin amonimlikləri
feil düzəldəndir. La şəkilçisi zərf düzəldəndir. La eyni zamanda yarada bilər nə? Ola bilər qoşma. Bir də ki, ola bilər bağlayıcının qısaldılmış forması. İlə qoşması və ilə bağlayıcının qısaltması. Burada feil düzəldəni heç qatışdırmırıq. Yəni zərflə belə bir məqam yoxdur. Məsəl üçün daşlamaq sözünə baxıram. Daşlamaqdakı la leksikdir. Sonra buradakı la bəs necə olur ki, zərf düzəldir? Məsəl üçün deyirəm ki, güclə danışırdı, cəsarətlə vuruşdu və s. Buradakı lələr nə oldu? Leksik şəkilcidir və zərf düzəltmişdir, təz məzmunu ifadə edir. Qoşma olan vəziyyətində isə məsələn deyirəm, kitabla maraqlandım. Nə ilə maraqlandım? Vasitəli tamamlıq olur. Və bir də deyirəm ki, kitabla dəftər mənə lazımdır. Kitabla dəftər. Buradakı la da nə oldu? Bağlayıcı oldu. Bu öz yerində. İndi burada bizi nə gözləyə bilər? Məsəl üçün, zərf düzəldən leksik şəkilçisi olan la vurğu qəbul eləmir. Ona görə vurğu fərqi var. Bu aydın məsələdir. Bunu mən qarışdıra bilərəm qoşma ilə. Yəni qoşmanın bəzi nümunələri ilə zərf düzəldən leksik şəkilçinin laləsi bəzən oxşuyur bir-birinə və bizi çaşdıra bilir. Ona görə də diqqətli oluruq və yavaş-yavaş bu məsələni gəlin çözək. Məsələn deyirəm ki, cəsarətlə danışdı. Bu cümləyə fikir verin. Cəsarətlə danışdı və cümlə belə olduğuna görə cəsarət sözü cümlənin əvvəlində gəlib deyə böyük hərflə yazılıb. Sən indi müəyyənləşdirə bilmirsən ki, bu zərfdir yoxsa isimdir, qoşma ilə işlənib. Cəsarətlə kimlə danışdı? Cəsarətlə telefonda danışdı. Bir də var ki, cəsarətlə danışdı. Necə danışdı? Onda bunun vurğu fərqləri, daha doğrusu bunların məna fərqlərindən asılı olaraq biz bu sözün isim yoxsa zərf olduğunu dəqiq söyləyə bilmirik. Və yaxud da deyirəm ki, güclə nəyəsə nail olmaq olmaz. Fikir verin, güclə danışdı olsaydı, güclə yeridi olsaydı, bu olardı zərf. Amma deyim, güclə nəyəsə nail olmaq olmaz. Nə ilə? Güclə. Bu qoşmadır, bu da sözün köküdür. Amma bir də var ki, güclə danışdı. Necə danışdı? Güclə danışdı. Yəni çətinlik çəkərək danışdı. Bu da olacaq tərz hərəkət zərfliyi. Yəni bu məqama diqqət eləyək ki, problemimiz olmasın. Sonra hansı məqama gəlin diqqət eləyək? Məsələn, açıqca sözünə baxaq. Açıqcasına. Sözün kökü aç, açıq, açıqca, açıqcası bitişdiricisi, açıqcasını bitişdirici a. Bu oldu isim. Amma bir də var deyirəm, aç, açıq, bir də casına leksik şəkilçi. Bu isə olur zərf. Onda belə çıxır ki, bu sözü tərkibinə görə iki cür təhlil etmək mümkündür və vurğusu da fərqlidir. Açıqcasına baxdı. Vurğu burada olanda zərf olur. Çünki casına vurğu qəbul eləmir. Amma açıqcasına nəyə? Onda yönlük halda olanda isə vurğu axırda olur. Vurğusuna görə mənası dəyişən sözdür. Amonim sayılarmı? Əlbəttə sayılmaz. Çünki burada həm də amoformluq anlayışını görə bilirik. Sonra başqa hansı məqama toxunaq? Ca ilə bağlı danışaq sizə. Ca şəkilçisi ümumiyyətlə bir neçə cürdür. Ca şəkilçisi ca üstü 2 ya da sağ. Məsələn, gödək, gödəkcə bu isim düzəldən leksik şəkilçidir. Canın mən sizə danışacağım zərf düzəldən, bir var isim düzəldən, var qoşma, bir də var nə kimi işlənən, deməli ədat kimi işlənən. Yadda saxlayın, ca şəkilçiləşmiş formadadır. Ca isim düzəldən şəkilçi olsa, məsələn, gödəkcə, burada vurğu qəbul eləyir. Zərf düzəldən ca vurğu qəbul eləmir. Ən çox da bu qoşulur dil sözlərinə. Rusca, fransızca, ingiliscə, yəni bu sözlərdə vurğu qəbul eləyirmi ca? Elmir. Rusca vurğu əvvəldədir. Ona görə də ca vurğu qəbul eləmir zərf düzəldən leksik şəkilçi olaraq. Qoşma kimi bəs işlənməsi necə olur? Qoşma kimi iştirak eləməsi isə məsəl üçün deyirəm ki, dəryaca ağlın olsa, uşaqca fikrin yoxdur. Buradakı calar da yenə vurğu qəbul eləmirlər. Çünki qoşma olaraq da vurğu qəbul eləmir və bunlar qrammatik şəkilçi kimi təhlil edirlər. Yadda saxla, ca ədat olanda vurğu qəbul eləyir. Bircə dənə burada yadda saxlayın.
Məsəl üçün xırdaca, zorbaca, yaxşıca, yaxşıca. Bu sözlərdəki calar ədatlardır və vurğu da qəbul eləyir. Məsəl üçün necə deyir? Yaxşıca dincəldim və yaxud da zorbaca və ya xırdaca. Buradakı ca yadda saxlayın ki, ədət olanda çoxaltma dərəcəli sifətlər yaradır və yaxud da ki, hər hansı bir zərfin tərkibində iştirak eləyib, çoxaltma, daha doğrusu qüvvətləndirmə məzmunu yaradır. Ədət olan ca ilə siz indi nəyə qarışdıra bilərsiniz? Zərf düzəldən canı bir-birinə qarışdıra bilərsiniz. İndi bəs necə fərqləndirək? Məsəl üçün yazır ki, mən yaxşıca dincəldim. Bunu verir sənə yaxşıca sözünü və deyir ki, yaxşıca sözü düzəltmə tərzi hərəkət zərfidir. Sən deyirsən, hə, müəllim, düzdür. Axı dedik ki, ca əsasən bu sözlərə qoşulur. Yaxşıca dincəldimdəki canı cümlədən çıxardası olduğun təqdirdə yaxşı dincəldim və ya yaxşıca dincəldim. Fərqi nədir? Eynidir də. Yəni ona görə də caya sən burada ədat deyəcəksən. Burada söz sadədir, ca isə şəkilçiləşmiş ədatdır. Bu qədər sadə. Bu söz düzəltmə söz kimi təhlil olunsa, səhv deyib keçəcəksiniz. Sonra bir də belə bir məqamı bəzən verir. Deyirəm, o doyunca yedi. Cümləsindəki canın altından xətt çəkir. Buna deyir ki, bu qoşmadır. Düzdür, burada məzmununda miqdar məzmunu var. Biz də deyik ki, burada kəmiyyət zərfi var da. Burada kəmiyyət zərfi yoxdur. Çünki burada ümumiyyətlə zərf yoxdur. Burada nə var? Əvəzlik var. 7 burada xəbər var. Doyunca necə? Burada feili bağlama zəflik rolunda miqdar zəfliyini ifadə edir. Müəllim, burada qoşma varmı? Deyir, var da. Çünki burada mən bunu qədərlə əvəzləyə bilirəm. Əvəzləyə bilirsən, onu da əvəzlə. Canı sil, qədəri qoy bura. Onda nə olacaq? Doyun qədər. Yox, müəllim, doyana qədər. Yaxşı, doyana qədər elə sənə kim deyir ki, burada bunu yönlük hala çevir. Unu sil oradan. Yox elə. Mümkün deyil. Ona görə də sən əgər canı qədərlə əvəzləyib ona qoşma demək istəyirsənsə belə elə. Uşaqca ağlın yoxdur. Buradakı canı qədərlə əvəzlə uşaq qədər. Gördüyün kimi bu adlıq halda olduğuna görə qədər sözü adlıq halda olan vəziyyətdə onu artırıldı. Amma burada isə adlıq halda olan vəziyyətdə artırıla bilmir. Ona görə də sən burada caya qoşma deyə bilməzsən. Bu doyunca, unca leksikoqrammatik şəkilçisidir və feili bağlama şəkilçisi olaraq da təhlil edilməlidir. Bu qədər. Sonra gəldik hansı məsələyə? Növbəti zərflə bağlı məqamımızı deyək. Demək ki, bax, bərkdən sözü var dilimizdə, bərkdən. Bərkdən. Məsəl üçün, bu sözə sifət isimləşmiş də deyə bilərəm. Deyirəm, bərkdən, boşdan, nədən, nədən. Bu ola bilər, bərkdən sözünü işlədərəm. Bir də var ki, bərkdən danışdı, bu oldu zərf. Sonra birdən sözü, birdən danışmağa başladı. Yəni, mən desəm ki, birdən anidən mənasında zərf olur. Dedim ki, birdən, ikidən, üçdən, dörddən, beşdən, bu da sayın üstünə çıxılıq hal qoşmuşam, bunu nəzərdə tutur. Təbii ki, indi birdən belə versəm, birdən saymağa başlayanda kimsə onu karıxdırdı. Birdən saymağa başlayanda. Buradakı birdəni birdən də verə bilərəm. Birdən. Bir də var ki, bunu anidən də verə bilərəm. Bax, bu məqamda diqqətli olun. Ona görə bunu iki cür təhlil eləyə bilərəm. Sonra gəldik hansı məqama? Növbəti, bu sözə gəlin diqqət eləyək. Birlikdə sözünə diqqət eləyək. Birlikdə sözü iki cür təhlil edilir. Birlikdə. Bu sözə bir, birlikdə, yerlik halda olan isim də deyə bilərsən. Burada kök bir, lik, də, iki leksik deyə buna zərf də deyə bilərsən. Ona görə bunu iki cür formada təhlil eləməyimiz mümkündür. Təklikdə sözü zaten zərfdir, iki leksik şəkilçilidir. Birlikdə sözü də yenə də iki leksik şəkilçili olanda zərf, bir leksik, bir qrammatik olanda isə isim kimi təhlil edilməlidir. Düzəltmə sözdür. Sonra yoldaşlar, dilimizdə yaxşı, pis, xeyli, çox, az, axşam, səhər, günorta sözlər var ki, bu sözlər
ortaq sözlərdir. Zərflə digər nitq hissələrindən, məsələn, ismin, sayın, sifətin ortaq sözləridir. Bu ortaq sözlər eyni leksik mənaya malik olduğuna görə bunlara amonim saymaq olmaz. Sonra gəlir belə bir nümunə deyək. Deyirəm ki, ayın 5-də onunla görüşəcəm. Ayın 5-də onunla görüşəcəm. Deyir, nə vaxt, nə zaman? Ayın 5-də. Biz də bunu görürük. Deyir ki, əməl, burada zaman zərfi var da. Hanı burada zaman zərfi? Sən zaman zərfi deyirsən. Bax, ayın 5-də onunla görüşəcəm. Görüşəcəm feildir. Onunla əvəzlikdir. 5 saydı, ayda isimdir. Zərf hanı? Burada zərflik var, cümlə üzvü kimi. O da nə ilə? İsim birləşməklə ifadə olunur. Ayın 5-də çünki isim birləşmədir. Tərəflərində isə say və isim istifadə olunubdur. Və deyirəm ki, mən onu 5 saat gözlədim. Gözlədim. Nə qədər gözlədim? 5 saat. Miqdar zərfliyidir. Miqdar zərfi deyil. 5 saydır, saat isimdir, gözlədim feildir. Morfoloji baxımdan burada zərf yoxdur. Burada zərflik var. Buna diqqət eləyirik. Sonra gəldik hansı məqama? Bu məqamı da sizə vurğulayaq. Məsəl üçün deyirəm ki, bir gün bəsdir mənə. Gün neçə gün? 1. Fikir versək, 1 burada nə ifadə eləyir? Say ifadə eləyir. Amma bilirəm ki, bir gün sizə gələcəm. Onda səninlə söhbət eləyəcəm. Nə vaxt, nə zaman? Bir gün. Buna deyilir mürəkkəb zaman zərfi. Çox sadə, mürəkkəb zaman zərfidir. Sonra bir gündən başqa var bugün, var hər an. Sonra bu nümunələr, yəni qısacasına mövqeyindən asılı olaraq birinci tərəfinə ayırıb, yəni sən deyərsən bu əvəzlik, bu isim və ayrılı olaraq da buna deyə bilərsən həm də zərf. Buna yenə də deyə bilərsən əvəzlik plus isim, buna da ayrılıqda deyə bilərsən zərf. Məsələn deyirəm ki, hər an bu anlar kimi olmur. Yəni anı vurğulayıram, hər an. Bu anlar kimi olmur. Hər söz əvəzlikdir. Amma deyirəm hər an gələ bilər. Nə vaxt, nə zaman? Hər an. Burada nə oldu? Mürəkkəb zaman zərfi. Yadda saxla. Hər tərəf bunların içində yoxdur. Hər tərəf birinci növ təyini söz birləşməsidir. Hər tərəf təyini söz birləşməsi. Yəni indiki adı ilə desə ismi birləşmədir. Hər əvəzlikdir, tərəf də isimdir. Bu qədər burada ümumiyyətlə zərf anlayışı ikisi də bir yerdə olsa, lap deyək ki, o yenə də birinci növdür. Parçalanmayan birinci növ. Ona görə buna zərf demə şansımız sıfırdır. Amma digərləri var ya, hər an, bir gün, bugün, bu sözlər isə başqa. Sonra bu söz var. Öz-özünə sözü işlənir. Öz-özünə deyir, o öz-özünə danışır. Necə danışır öz-özünə? Təbii ki, bu tərzi, hərəkət, zərfidir. Cümlə kimdə işlənsə, cümlə üzvü də zərflik rolunda olacaq. Sonra var akı, var və yaxud da buna aşı şəkilçisi də deyirik. Bunlar yanaşı oturmuşdu, yanaşı oturmuşdu, zərfçildən leksikdir. Anə, yanə şəkilçisi var. Anə. Anə şəkilçisi iki uzanmalı söz yaradır. Məsəl üçün dahiyanə. Dahiyanə söhbət. Bir də dahiyanə danışdı. Təbii ki, söhbət olanda buna sifət deyəcəksən, belə olanda zərf deyəcəksən. Sonra gəldik hansı məqamın üzərində dayanaq müəllimlər. Deməli, bu sözə gəlin bir diqqət ayıraq. Bir sözü var. Eyni sözün təkrarından yaranan zərflər var da. Say tərəflər işlənir. Eyni sayın təkrarı. 5-5, 10-10, 1-1, 2-2, 3-3, 5-5. Bu sözlər ki var, bunlar tərz hərəkət zərfləridir. Onlar zala bir-bir daxil olurlar. Bu tərz hərəkət zərfidir. Bu say deyil. Əsasən saylar eyni sözün təkrarından mürəkkəb formaya düşmürlər. Çox illər bu istisna. Sonra bu sözlər var. Tamamilə, bütünlüklə, dəfələrlə. Məsələn, işlədək bunları. Dəfələrlə, sonra bütünlüklə və yaxud da tamamilə sözləri nədir?
zərflərdir. Hansı zərflərdir? Miqdar. Deyir o bütünlüklə yorulmuşdu. O dəfə bu sözü sənə dəfələrlə demişəm. Bu nitq hissəsi baxımından. Nədir? Miqdar zərfləridir. Sonra hansı məqamı vurğulayaq burada? Məsəl üçün o bir əsər var. Xınc-haxınc sözü var. Xınc, ha, xınc. Deyir ki, xınc-haxınc doğrandı. Doğrandı. Necə doğrandı xınc-haxınc? Xınc-haxınc sözü nə hesab olunur? Tərzi, hərəkət, zərfi. Zərfdir ha. Hay bitişdiricisi və ya gür ha gür axır. Su gür ha gür axır. Necə axır? Bu formada olan sözlər də ha bitişdiricisi ilə yarana bilən nədir? Zərflər hesab olunur, mürəkkəb zərflərdir. Yadda saxlayın ki, onu da deyim. Mürəkkəb zərflər bitişikdə yazıla bilər. Defislə də ola bilər. Bir də ki, ayrı da ola bilər. Ayrı olanlar hansılardır? Məsəl üçün, bayaq vurğuladıqda bir gün, bu an, bu gün, bu kimi sözlər ayrı yazılan mürəkkəb zərflər hesab olunur. Sonra yerinə görə bu zərflərə diqqət eləyin. Tez sözü var dilimizdə. Tez sözü və ya tez belə də ola bilər, tez də ola bilər. Bunlar yerinə görə nə ola bilər? Tərzi məzmunda ifadə edə bilər. Miqdar məzmunda ifadə edə. Miqdar yox, daha doğrusu zaman məzmunda ifadə edə bilər. Necə? Məsəl üçün mən deyirəm ki, tez və ya tez ifadə edirəm, tez məzmununu. O tez danışır. Necə danışır? O tez danışır, necə danışır? Bir də var deyirəm ki, o bizə tez gəlib gedir. Yəni vaxtaşırı olaraq, zaman olaraq hər gün gəlib gedir, tez gəlib gedir. Və yaxud da deyirəm ki, mən hamıdan tez gəldim. Nə vaxt, nə zaman gəldim? Tez gəldim. O bizə tez gəlir. Nə vaxt, nə zaman gəlir? Tez gəlir. Amma bir də var deyirəm ki, o tez danışdı, tez yedi, tez oturdu, tez getdi. Bu kimi sözləri yadınızda saxlayın ki, nədir? Tərz məzmununu ifadə eləyir. Sonra bizim bir də yaralı yerlərimizdən biri nədir? Yaralı yerlərimizdən biri budur ki, biz zərflə nəyə qarışdırırıq? Feili bağlamalar. Yada saxlayın, feili bağlamalar feildir. Yəni zərf deyil. Feili bağlama feil olduğuna görə inkarlaşa bilir. Amma zərf inkarlaşa bilməz. Ona görə də diqqətli olun. Sadəcə olaraq bəzi məqamlar var ki, onlara diqqət eləyək. Məsələn, götürək bu sözü. Dönə-dönə. Dönə-dönə. Sonra qoşa-qoşa. Qoşa-qoşa. Bu sözlər ən çox bizi çaşdıran sözlərdir. Bu sözlər yerinə görə zərf də ola bilər, yerinə görə feili bağlama da ola bilər. Əgər feili bağlamadsa, hərəkət məzmunu bildirməlidir. Amma zərfdirsə xeyr. Məsələn, deyirəm ki, küçələri dönə getdik. Küçələri dönə getdik. Yəni burada hərəkət var. Yəni belə deyək də, buradan gəlir, bura dönür. Dönməkdən söhbət gedir. Amma bir də var ki, söz sənə dönə dedim. Buradakı dönə isə bu söz verir. Dəfələrlə sözü bu sözün sinonimdir. Ona görə də dönə sözünə miqdar zərfi deyəcəksən. Ümid edirəm aydın olur. Qoşa-qoşa sözünə baxaq. Deyirəm ki, qoşa-qoşa karvan yaratdılar. Məsəl üçün, dəvələri bir-birinə qoşa-qoşa karvan yaratdılar. Burada qoşmaqdan, yəni buradan hərəkətdən söhbət gedir. Yəni ən sadə, əgər bu formada olan nümunələri araq şəkilçisi ilə əvəzləyə bilirsənsə, feili bağlamada eləyə bilmirsənsə, olduğu mövqeyə görə zərf götürürsən. Burada tikə-tikə sözü ola bilər. Tikə-tikə. Məsəl üçün deyirəm ki, onlar küçələri dönərək getdilər. Amma mən də bu sözləri sənə dönərək demişəm olmur. Və ya onlar dəvələri bir-birinə qoşaraq karvan yaratdılar, olur. Amma bir də var deyirəm ki, onlar zala qoşa gəldilər. Necə gəldilər? Qoşa gəldilər. Ona görə buna da diqqətli oluruq. Bu nə oldu? Necə? Tərz hərəkət zərfidir. Sonra deyirəm ki, onlar əti tikə-tikə doğradılar. Necə doğradılar? Tikə-tikə. Bir də deyirəm ki, binaları tikə-tikə gövdələnlər uzatdılar. Nəyin yerək? Tikərək. Burada nə oldu?
burada olur feili bağlama. Araqla əvəzlənə bilinən nümunələr feili bağlama, digərləri isə nə olur? Zərf mövqeyində çıxış eləyir. Bu məqam da diqqətimizdən yayınmasın. Bir də son olaraq bu məqamı deyəcəm. Məsələn, bu sözlər var. Qaç, araq. Bir də çap, araq. Ümumiyyətlə, bu sözlər iki cür təhlil oluna bilərlər. Burada problem araq şəkilsinin üzərindədir. Araq şəkilsi iki variantlı olaraq həm leksik ola bilər, həm də qrammatik ola bilər. Qrammatik olanda vurğusu burada olur. Onda olur feili bağlama şəkilçisi. Vurğu burada olanda olur zərf düzəldən leksik şəkilçisi olur. İndi bu söz qaçaraq sözünü iki cür təhlil edirəm. Sözün kökü qaç, araq da olsun leksik şəkilçi. Vurğu burada olacaq. Qaçaraq gəldi. Necə gəldi? Bu da tələsik. Bir də var işlədirəm. Qaç, qaçmağı vurğuram. Araq, bunu da qrammatik şəkilçi götürürəm, vurğumu bura sal. Qaçaraq gəldi. Yəni qaçmağı vurğulayır. Hərəkət ifadə edir. Mən qaçaraq gəldim. Yəni yerimədim də, qaçdım. Amma digər isə tez tələsik gəldim. Yəni qaçaraq. Və ya çaparaq sözü də eyni məntiqləndir. Yenə də sözün kökü leksik olanda çaparaq tez tələsik mənasını verir. Bir də var ki, kök qrammatik olanda isə çaparaq, atı çaparaq, yəni yavaş-yavaş sürərək yox, möhkəm tez-tez çaparaq gəldim. Ona görə də yoldaşlar, bu mövqeyindən asılı olaraq dəyişir. Şərtlərdə də sizdə diqqətli olun. Vurğusu ikinci hecədə olduğunu nəzərə alaraq, üçüncü hecədə olduğunu nəzərə alaraq belə şərtlərlə sizi çaşdıra bilərlər. Bu məqam nəzərimizdə qalsın. Bir də bunu deyəcəm. İncə şəkilçisi var dilimizdə. İncə. İnca daha doğrusu da incə yazıram mən də. İnca. İnca şəkilçisi yerinə görə leksik də ola bilər, qrammatik də ola bilər. Nə olur? İnca şəkilçisi leksik olanda zərf düzəldir. Belə olanda feili bağlama olur. Məsəl üçün nümunə. Deyirəm ki, doyunca yedi. Doyunca vurğu buradadır. Bu feili bağlamadır. Daha doğrusu söz istəyirəm. Bunu buraya yazaq, aşağıya. Doyunca yedi. Sonra gəlincə. Burada doyunca, gəlincə sözlərindəki feili bağlamadır. Doyunca, doymayınca, gəlincə, gəlməyincə. Burada isə belədir. Layiq, incə, qədər, incə. Bu sözlərə diqqət edin. Bu sözlər isə zərf düzəldən leksik şəkilçi kimi çıxış etmişdir. Onda belə çıxır ki, incə həm homonim şəkilçidir, feili bağlama və zərf düzəldən leksik şəkilçi olaraq istifadə oluna bilir. Ümid edirəm ki, yoldaşlar, hər biriniz üçün faydalı oldu. Bu qədər. Nəsə yadımdan çıxdısa, üzrlü hesab eləyərsiniz. Kimsə sual olsa, buyurub bildirə bilər. Sağ olun.